Baxın, bu yer üzərində bəzən ailəmizdən, bəzən həyat yoldaşımızdan, lap yaxın valideynimizdən, lap yaxın bacı qardaşlarımızdan və yaxud qonşumuzdan dünyada yaşayırıq, üz-üzə gəlirik. Elə bil bəzən elə bir söz, elə bil ki, bir qılınc kimi sənə toxuna bilir. Biz insanıq. Sadəcə orada özünüzü necə aparmalısınız? Ona qayıdıb nifrətlə mi cavab verməlisiniz? Çünki o qılınc kimi sizi kəsdi. Həqiqətdə o insan öz fikrini sizə nifrətlə bildirdi. Və yaxud bilmədən bildirdi. Ola bilər. Ancaq bu sizə dəydi. Orada necə özünüzü aparacaqsınız? İşıq mı göstərəcəksiniz? Yoxsa susacaqsınız? Yoxsa qaranlıq kimi cavab verəcəksiniz? Bax, bu əsas budur. Deyir, dünyaya uyğunlaşmayın. Çünki dünyada hər cür insan var. Yaxınların tərəfindən də vurula bilərsən. Ailən tərəfindən də vurula bilərsən. Çünki biz məhəbbətdə, sevgidə olsaq, vurulan, gələn o qılınclar bizə dəyməyəcək. Bizə gələcək, ancaq bizi yaralaya bilməyəcək. O səlahiyyətini itirəcək. Tamamilə sən ondan azad olacaqsan. Haçan ki, sən imandasan, sevgidəsən, məhəbbətdəsən, Rəbbin sözündəsən. Yəni, Rəbb demir ki, bunlar sənə gəlməyəcək. Çünki o bilir sən dünyadasan. Ancaq deyir, sevgi hər şeyi dəyişir. Nə deyilsə də, o məqamda, baxın, bizim əlimizdə Rəbbin sözü olsa, daxilimizdə onun qüvvəsi olsa, biz o vəziyyəti keçirdə biləcəyik. Və niyə deyir, oyaq olun? Hər zaman deyir, yatmayın. Rəbbin kəlamına qarşı yatmayın. Əgər biz kəlamda oyaq deyiliksə, qılınc gəlib bizi yaralaya bilir. Biz də eyni müdafiəni göstəririk həmin adama. Bu yer üzü problemlə doludur. Problemi problem kimi yaşamaq lazım, problemi ayaq altında qoyub keçmək lazım. Və əsas da bizə Rəbb bunu öyrədir. Və öyrədir ki, bu yer üzərində hər bir problemə qarşı sizin böyük bir gücünüz var, böyük bir verdiyim xeyirdualar var, verdiyim söz var, hansı ki, siz onunla keçəcəksiniz. Keçməlisiniz, keçməyi bacarmalısınız. Həqiqətən də şükürlər olsun, izzət olsun. İstəyir bu xəstəlik olsun, istəyir bu iş olsun və yaxud ailə həyatı, nicahlar olsun. Hər vəziyyətdə Rəbbin sözünə baxsaq, biz o yerdən alınacaq, izah, heç bir yara almadan, travma almadan, necə deyirlər axı, əməliyyatlara girmədən çıxa bilərik. Bizim o qədər aparacaq dünyəvi yüklərimiz olur ki, o yüklərdən həqiqətən də biz əməliyyat olub çıxmalıyıq. Həqiqətən də, çünki biz illərlə onu yük kimi üzərimizə alırıq və onu daşıyırıq. Yük qaldıqca artıq böyük bir şişə, böyük bir yarıya çevrilir və onu da icazə verməliyik ki, Rəbb öz gücü ilə, öz qüdrəti ilə bizim üzərimizdən onu belə ağrılı da olsa götürsün və biz buna icazə verməliyik. Biz icazə verməsək, o bizi robot kimi yaşatmaq istəmir, o bizi canlı, diri, təsirli, belə necə deyir, hər şeyə qadir olan, güclü bir övlad kimi görmək istəyir. O istəyir ki, onun övladları onun sözünü dinləyərək güclənsin, qüvvətlənsin. Həqiqətən də böyük bir ruhla, ruh yüksəkliyi ilə yaşasın. İsa Məsihin ismi ilə. Yuxudan necə durmusunuzsa, ab-havamız necədirsə, onların hamısını atın, ayaqlar altına qoyun və ya Rəbb, mən səndə yeniyəm. Bax, bu dəqiqədən yenilənmək istəyirəm və mən hər bir ab-havadan, hər bir cismani həyatın yükündən azad olub sənin qarşında dayanıb, sənə şükür edən, sənin övladın kimi yaşayan bir övlad olmaq istəyirəm. İsa Məsihin ismi ilə, İsa'nın diri adıyla. Hər bir dua keçərlidir, hər bir dua təsirlidir. Hər bir dua sizin həyatınızı dəyişir. Qoy o içinizdən, daxilinizdən səmimiliklə gələn dualar sizin həyatınızı tamamilə qurtarsın, sizə həyat bəxş etsin, sizə
yetişmə, inkişaf bəxş etsin.